Studiyamızın qonağı siyasi şərhçi Əhməd Şahidovla danışacağıq. Əhməd bəy, xoş gördük sizə. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Uzun müddətdir danışılan Oman görüşü artıq baş tutub. Açıqlamalar fərqli formada gəldi. İlkin dövrdən yada salası olsaq, İran ümumiyyətlə danışıqlar istəmirdi. Hətta məktublaşdıqlarını belə qəbul etmək istəmirdilər. Artıq Araqçinin açıqlamasını gördük görüş öncəsi. Önəmli bir mesaj verdi. Yəni görüşdən biz daha çox şey gözləyirik, amma Araqçı sanki bu görüşün qarşıdakı görüşlər üçün bir ön ayaq olacağını deyir. Sizin dəyərləndirməniz necədir? Ümumiyyətlə bu ilin yanvar ayından Donald Trump administrasiyası öz səlahiyyətlərinin icrasına başladıktan sonra yaxın şərqdə proseslərin sürətləndiyinin şahidi oluruq. Çünki rəsmi Vaşinqton, Ağ Ev ciddi şəkildə İsrailin təhlükəsizliyinin təmin olunması və İsrailin təkcə yaxın şərqdə deyil, bütün dünyada maraqlarının sonuna dək müdafiə olunması istiqamətində real addımlar atmaqdadır. Biz İsrailin Həmasa, Hizbullaha qarşı hərbi əməliyyatları, Yəməndə keçirdiyi hərbi əməliyyatları görürük və İran da təbii ki, İsrailin və ABŞ-ın əzəli düşməni olaraq hər zaman Ağ Evin gündəliyindədir. İranın nüvə proqramının dayandırılması, sıfırlanması, heç bir halda İran İslam Respublikasının nüvə silahına nail olmaması üçün ABŞ və İsrail sonuna qədər əməkdaşlığı davam elətdirir və əgər rəsmi Tehran bu anlaşmaya razılaşmazsa və nüvə araşdırmalarını dayandırmazsa, təbii ki, İrana qarşı hərbi əməliyyatlar hər zaman gündəmdədir. Bu baxımdan ABŞ, İsrail bütün hazırlıqları görürlər. İran İslam Respublikası da bunun fərqindədir və özünün müdafiə qabiliyyətini gücləndirmək üçün zaman-zaman hazırlıqlar görür və Omanda ABŞ və İran arasında baş tutan bu ilk təmas, hələ ki buna danışıqlar demək olmaz, çünki birbaşa diyaloqdan danışmaq tezdir. Hələ ki Oman vasitəsilə bu görüşlər, bu təmaslar davam etdirilir. Amma istənilən halda ABŞ İrandan tələbi açıq və sərtdir. İran nüvə ilə bağlı bütün araşdırmalarını dərhal dayandırmalıdır və bir zamanlar MAGATE vasitəsilə həyata keçirilən bu monitorinqlər yenidən bərpa edilməlidir. Təbii ki, İran buna razı deyil və İran Xarici İşlər Nazirliyinin rəsmisinin bərabər hüquqlu və şərəfli razılaşma dediyi əslində heç bir halda ABŞ tərəfindən qəbul edilən bir məsələ deyil. Çünki Əhməd bəy, mən istəyirəm o bərabər hüquqlu danışıqlar və iki tərəfin də müəyyən şərtləri, daha çox da Amerika Birləşmiş Ştatlarının şərtləri ilə bağlı bir qədər sonra danışaq. Çünki yeni bir xəbər var ki, artıq danışıqlar yekunlaşıb. Belə ki, İranın Xarici İşlər Naziri Abbas Araqçı ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff arasında keçirilən dolayı danışıqlar bir neçə dəqiqə əvvəl başa çatıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Omanın Xarici İşlər Naziri iki tərəf arasında fikir və təklifləri çatdıran mühüm vasitəçi rolunu oynayıb. Əsas mövzular İrana qarşı sanksiyaların aradan qaldırılması yolları və Tehranın nüvə proqramı ilə bağlı müzakirələr ətrafında olub. Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər. Qeyd edilib ki, 2 saat yarımdan çox davam edən dolayı danışıqlar başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətinin başçıları Oman Xarici İşlər Nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar. Yəni bir neçə dəqiqə artıq onlar özləri danışıblar. Yəni sadəcə birbaşa danışıqlar deyil, hələ ki ünsiyyətdir, təmasın əsası qoyulub. Əli Xamneydə New York Times-ın bir yazısı var idi ki, bu danışıqların, dolayı danışıqların uğurlu olacağı halda növbəti birbaşa danışıqlara icazə verir. Yəni növbəti danışıqların artıq birbaşa olacağına siqnaldır deyə bilərikmi bu? Deyə bilərik, çünki uzun müddət idi ki, ABŞ-la İran arasında dolayısıyla birbaşa təmaslar yox idi və bu, belə deyək, rəsmi Tehranla Donald Trump administrasiyası arasında ilk təmasdır və bu təmasın qismən uğurlu olduğunu nəzərə alsaq ki, və görüşün sonunda onlar arasında bir neçə dəqiqəlik ayaqüstü görüş baş tutub. Bu deməkdir ki, tərəflər görüşün növbəti raundunun keçirilməsi ilə bağlı razılıq əldə ediblər və bu görüş yenə Omanda keçiriləcək. Çünki
Oman tarixən ABŞ və İran arasında vasitəçi rolunda çıxış eləyib və bu təmasların davam etdirilməsi hər iki tərəfin şərtlərini uyğunlaşdırmağa yönəlik bir siyasi iradəsini ortaya qoyur. Çünki ilk günlərdə xatırlayırsınızsa Donald Trumpdan gələn məktub ali dini lider Ali Xamenei tərəfindən sərt bir şəkildə qarşılanmışdı və bildirilirdi ki, bu İran İslam Respublikası tərəfindən heç bir halda qəbul edilən bir deyil, bu İranı aşağılamaq tonunda göndərilmiş bir məktubdur, təlimatdır. ABŞ İrana nələrsə diktə eləmək istəyir, amma görünən odur ki, sonunda İran İslam Respublikası rəhbərliyi öz ölkəsinin ətrafında daralmaqda olan həlqənin fərqinə varır və bununla bağlı artıq müəyyən kompromislərə getməyə hazırlaşır və kompromislər də nədən ibarətdir? İran İslam Respublikası artıq illərdir tək başına həyata keçirdiyi bu nüvə araşdırmalarına beynəlxalq qurumların, MAGATE və BMT-nin müəyyən alt qurumlarının iştirakını təmin edəcək və hərçənd ki, İran İslam Respublikası rəsmiləri bildirirlər ki, heç bir halda nüvə silahı əldə etmək niyyətində deyirlər. Onlar sadəcə nüvə araşdırmaları aparırlar. Belə olan halda beynəlxalq müşahidəçilərin İrana buraxılması və bu nüvə araşdırmalarının beynəlxalq müşahidə altında həyata keçirilməsi ilkin şərtlərdən biridir. İranın da müəyyən tələbləri, şərtləri ola bilər. İlk növbədə uzun illərdir İran İslam Respublikasına qarşı həyata keçirilən sanksiyalar var ki, bu İranın iqtisadiyyatını ciddi şəkildə aşağı indirir. Bunların aradan qaldırılması və İrana qarşı və onun proksi qüvvələrinə qarşı ABŞ-ın və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar da birbaşa İrana ciddi şəkildə təsir edir. Və bu danışıqlar əgər uğurlu şəkildə davam edərsə, təbii ki, bu ilk növbədə regionda və dünyada sabitliyə xidmət edəcək. Çünki İran ətrafında hərbi əməliyyatların başlanması planları təkcə İranı deyil, ümumiyyətlə bizim bölgəmizi ciddi şəkildə təhdid edir. Bu yeni hərbi qarşıdurmalar ciddi regional və qlobal müstəviyə keçə bilər. Heç bir halda bir Azərbaycan olaraq bizim üçün arzu olunan deyil. Digər tərəfdən də İranda 10 milyonlarla Azərbaycanlı türkün yaşadığını nəzərə alsaq, bu məsələnin dialoq formasında, dialoq şəklində həllinin tərəfdarıyıq. Amma istənilən halda ilk görüş ki, Omanda baş tutub, bu görüş... Müsbət qiymətləndirə bilərik. Təbii ki, müsbət qiymətləndirilə bilər, müsbət qiymətləndirə bilər. Növbəti görüşlərdə, növbəti raundlarda nələrin razılaşdırılacağı da çox önəmlidir. Çünki ABŞ-ın və İsrailin şərtləri çox sərtdir ki, bu İran tərəfindən qəbul edilmir. İlk növbədə İsrailin təhlükəsizliyinin təmin edilməsi üçün yaxın şərqdə İran dəstəkli bəzi proksi qüvvələr var ki, onlar zaman-zaman İsrailə qarşı hava hücumları təşkil edirlər. Həmin proksi qüvvələrə İranın dəstəyinin dayandırılması ki... Əhməd bəy, həmçinin də doğru vurğuluyorsunuz, Amerika Birləşmiş Ştatlarının istəkləridir bu Orta Şərqdəki ümumiyyətlə mövcudluğunu məhdudlaşdırmaq, hətta müdafiə potensialını da məhdudlaşdırmaq istəyir İranı. Yəni, bu İran tərəfindən düşünürəm ki, qəbul olunmayacaq. Yəni, belə deyək, İran rəsmisinin bir Məcid Təxt belə bir açıqlaması var idi ki, ABŞ bizdən nüvə proqramı ilə bağlı razılıq istəyirsə, biz ona hazırıq. Sadəcə bunu istəyirsə. Təkcə onu istəmir. Yəni, İran görünür ki, digər məsələlərdə razılığa gəlməyəcək. Təbii, bu İran rejiminin, İrandakı mövcud iqtidarın ayaqda qalma formuludur. Yəni, İran İslam Respublikası illərdir ki, yaxın şərqdə proksi qüvvələri, xüsusən də Həması, Hizbullahı, Yəməndə Husiləri ciddi şəkildə silahlandırır, maliyyə dəstəyi göstərir ki, bu İran ali dini liderinin və ümumiyyətlə İran hakimiyyətinin illərdir İsrailə, ABŞ-a qarşı apardığı müharibənin bir təzahürüdür. Heç bu müharibənin dayandırılması İran İslam Respublikasının özünün dünyadakı nüfuzuna ciddi bir zərər gətirə biləcək və bu heç də təminat vermir ki, əgər İran İslam Respublikası bununla razılaşsa, gələcəkdə onun bölgədəki belə deyə imkanlarını məhdudlaşdıracaq digər tərəflərdə irəli sürülməyəcəkmi və nəticədə İrana qarşı hərbi əməliyyatlar və mövcud iqtidarın ən azından hərbi yolla olmasa da müəyyən siyasi yollarla devrilməsi növbəti mərhələdədir və rəsmi Tehran bunun fərqindədir. Ona görə ilk mərhələdən ciddi tələbləri qəbul eləmək və ABŞ-dan gələn şərtləri hamısını qəbul edib razılaşmaq məncə rəsmi Tehran tərəfindən qəbul edilən deyil. Amma ilk Oman görüşünü ki, tərəflər müsbət dəyərləndirir, ən azı görüşün sonuna yaxın İran və ABŞ rəsmiləri birbaşa
üzbəüz təmasda ola biliblər. Bu növbəti görüş üçün bir zəmindir. Əks halda sərt açıqlamalarla artıq bu danışıqların baş tutmadığını bildirərdilər. Amma növbəti mərhələlərdə hansı məsələlər müzakirə olunacaq, tərəflər hansı geri çəkiləcək, bunu da zaman göstərəcək. Mən düşünmürəm ki, ABŞ tərəfi hazırki şəraitdə irəli sürdüyü bütün şərtləri sonuna qədər müdafiə edəcək. Çünki Donald Trump administrasiyası maksimum şərtləri irəli sürməklə sonra da danışıqlar prosesində heç olmasa onun yarısının qəbul olunmasına çalışacaq ki, bu da Qərb üçün, ABŞ üçün müəyyən bir uğur sayıla bilər. İranın da müəyyən şərtləri var ki, ən azından bu sanksiyaların aradan qaldırılması, özünə qarşı bu təhdid olaraq gördüyü bu hərbi əməliyyatlar planının ən azından müəyyən müddətə təxirə salınması məsələləri var ki, bu hələ ki müzakirə predmetidir, amma real nəticələr ilk görüşlərdən əldə olunması biraz mümkün görünmür. Trump'ın belə bir açıqlaması oldu ki, bu plan hazırdır. Bəllidir onsuz da Amerika Birləşmiş Ştatları 15 il öncə belə bir planı hazırlayıb və vurğuladı ki, İsrail bunu həyata keçirəcək və əlbəttə ki, liderliyi də Amerika Birləşmiş Ştatları həyata keçirir. İsrail Yerusəlim Postun yazdığına görə narahatdır bir qədər. Ona görə narahatdır ki, Amerika Birləşmiş Ştatları və İran arasında razılıq əldə olunar və İranı bombalaya bilməz. Və belə olan halda ağla belə bir sual gəlir ki, İsrail bu razılığı ləngitmək və yaxud da razılığın qarşısını almaq üçün hansısa bir addımlar ata bilərmi? Çünki yəni İsrailin qənaəti bundan ibarətdir ki, əvvəl-axır zəruri olacaq ki, İran bombalansın. Ümumiyyətlə, İsrail dedikdə, İsrail kiçik bir ölkədir, amma Yahudi lobbisi ki, dünyada ciddi bir nüfuza və təsirə malikdir və xüsusən də Amerika Birləşmiş Ştatlarında Yahudi təsiri dairəsi çox genişdir. Hətta son seçkilərdə Donald Trump'ın seçilməsində də Yahudilərin əli çox böyükdür və bugün ABŞ-ın xarici siyasətində Yahudi lobbisinin çox böyük bir təsiri var və baş nazir Netanyahu'nun Ağ Evdə qəbul edilməsi, onunla bağlı yüksək səviyyəli rəftar bir daha onu göstərir ki, ABŞ İsraildən gələn bütün şərtləri, istəkləri qeyri-şərtsiz qəbul edəcək. Amma yenə İsrailin bəzi kaprizləri ola bilər ki, bu təkcə İsrail-İran münasibətlərini deyil, bütün dünyaya təsir edə bilər. Ona görə də ABŞ zaman-zaman Netanyahu'ya, İsrailə müəyyən təzyiqlər göstərir ki, bu şərtləri bir qədər azaltsın və İran İslam Respublikasına qarşı da hərbi əməliyyatlar elə sözdə asan görünən bir proses deyil. Ola bilər İranın hansısa nüvə obyektlərinə zərbələr endirilə bilər, amma ümumən İran İslam Respublikasına qarşı müharibə elan etmək, oradakı rejimi devirmək üçün bombardımanlar bu İranın da qarşılıq verməsinə gətirib çıxara bilər. Heç təsadüfi deyil ki, İran artıq son aylar ərzində öz qonşuları ilə ortaq hərbi təlimlər həyata keçirir. Bu günlərdə Ermənistanla İran arasında ortaq hərbi təlimlər keçirildi. İran fərqindədir ki, özünə qarşı həyata keçiriləcək hərbi müdaxilə, bombardımanda onun qonşularının ərazisindən istifadə oluna bilər. İndidən bütün qonşuları ilə ortaq hərbi təlimlər keçirməklə həm özünün müdafiə qabiliyyətini formalaşdırmağa çalışır, gücləndirməyə çalışır və yaxınlıqdakı ölkələr ərazisindən ona ediləcək mümkün hücumlar zamanı həmin ölkələrin özlərinə qarşı cavab verməsi üçün indidən bir təcrübə toplamış olur. İran İslam Respublikası rəsmiləri hər zaman bildirir ki və xəbərdarlıq eləyir ki, istər Azərbaycan olsun, Ermənistan olsun, Türkiyə və digər ölkələr ki, qonşuluqdakı ölkələr öz ərazisini İrana qarşı platform formasında istifadə olmasına razı olarsa, həmin ölkələr potensial hədəfdir və İran həmin ərazilərdəki hərbi obyektləri hədəf olaraq görəcək. Siz yaxşı toxundunuz bu məsələyə, amma İran həmçinin də Azərbaycanla münasibətlərini normallaşdırmağa çalışır. Pezeşkanın da səfəri olacaq. Yəni, belə olan halda İran yaxşı başa düşür ki, Ermənistanla təlimləri Azərbaycan üçün o qədər də xoş qarşılanan bir məsələ deyil. Nəyə görə bəs bunu həyata keçirir? Yəni, Azərbaycan da onun qonşusudur və İran üçün Azərbaycanın da mövqeyi önəmlidir. Hətta Ermənistandan daha çox önəmlidir. Bir Azərbaycanlı olaraq biz həssaslıqla izləyirik bu hərbi təlimləri. Çünki bugün Ermənistanla Azərbaycan arasında 30 illik müharibədən sonra bir sülh danışıqlarının imzalanması gündəmdədir. Belə olan halda sərhədlərin toxunulmazlığı, müdafiə qabiliyyətinin güclənməsi, terrorizmlə mübarizə səbəbləri adı altında Ermənistan və İran arasında hərbi təlimlərin keçirilməsi Azərbaycanı narahat etməyə bilməz.
keçirilməz və 2021-ci ildə də hələ belə təlimlər keçirilmişdi. Amma fərqli kontekstdən yanaşsaq, məsəl üçün İran İslam Respublikası rəsmiləri düşünürlər ki, bütün qonşuları ilə belə hərbi təlimlərin keçirilməsi labüddür. Xatırlayırsınızsa, ötən ilin noyabr ayında Araz 2024 adı altında İran və Azərbaycan orduları hərbi təlimlər keçirilmişdi. Daha sonra elə ötən ilin dekabrında Xəzərdə xilas etmə işləri məqsədi ilə Azərbaycan və İran hərbi qüvvələri təlimlər keçirmişdi. İran tərəfi düşünür ki, bütün qonşuları ilə hərbi sahədə əməkdaşlıq aparılmalıdır və İranla Ermənistan arasında 44 kilometrlik sərhəd bölgəsi var. Bu sərhəd bölgəsi həm İran üçün, həm Ermənistan üçün çox böyük əhəmiyyət daşıyır. Çünki nəzərə alsaq ki, bugün Azərbaycan və Türkiyə ciddi şəkildə Zəngəzur koridorunun açılması ilə bağlı fəaliyyət göstərir və İran tərəfi bunu öz həm hərbi təhlükəsizliyinə, milli təhlükəsizliyinə, həm də siyasi iqtisadi müstəqilliyinə bir təhdid olaraq görür. Çünki Zəngəzur koridorunun açılması İranın bölgədəki nüfuzuna ciddi şəkildə zərər vura biləcək. Əgər bu hərbi yolla baş verərsə, ki bu elə İranın sərhəd bölgəsindən keçəcək, bizim Zəngəzur dediyimiz ermənilərin Sünik dediyi bölgədən keçəcək. Belə olan halda bu həm də Azərbaycana və Türkiyəyə bir mesajdır. Yəni, əgər bu Ermənistanın iradəsinin əleyhinə olaraq hərbi yolla həyata keçirsə, İran Ermənistanın yanındadır. Məhz həmin bölgədə, sərhəd bölgəsində bu təlimlərin keçirilməsi gələcəkdə həm də Azərbaycana və Türkiyəyə bir mesajdır. Ermənistan kontekstindən yanaşsaq bu məsələyə, təbii ki, Ermənistan bugün dalana dirənmiş bir vəziyyətdədir. Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması ilə bağlı bir növ Ermənistan küncə sıxışdırılıb, bütün şərtlər razılaşdırılıb, Ermənistan bir imza atmalıdır və Ermənistanın bir tərəfdən də qərbə, NATO ilə inteqrasiyası, ötən il ABŞ Ermənistan hərbi təlimləri bu Ermənistanın xarici siyasətində bir çıxılmaz vəziyyətə gətirib çıxarıb ki, istənilən vəclə özünü Azərbaycan və Türkiyədən müdafiə eləmək məcburiyyətindədir və düşünür ki, sərhədləri, iki ölkənin sərhədi, Azərbaycanla Türkiyənin sərhədləri bağlı olan bir ölkənin İranla da sərhədləri Zəngəzur koridoru yolu ilə əldən çıxarsa, bu Ermənistanın tamamən bir ölkə olaraq suverenliyinin itirilməsinə gətirib çıxarır. Qərb kontekstindən yanaşsaq, Qərbdə təbii ki, Ermənistanın bu davranışlarını anlaşılmazlıq kimi qəbul edirlər və qeyri-müəyyənlik kimi qəbul edirlər. Ermənistan bir tərəfdən ABŞ-la, NATO ilə hərbi əməkdaşlıq həyata keçirir, digər tərəfdən İranla hərbi təlimlər təbii ki, Ermənistanın beynəlxalq platformada qeyri-ciddi bir tərəfdaş kimi göstərir. Çox sağ olun. Təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz. Önəmli dəyərləndirmələr üçün minnətdarıq. Qeyd eləyək ki, biz Omanda Amerika Birləşmiş Ştatları və İran görüşündən danışdıq. Görüşdən çıxan açıqlamanın müsbət olduğuna işarə edir görüşün.